Bunlarda aldehid və ya keton qrupu. Ona görə də monosaxaridləri iki yerə bölürlər. Tərkibində aldehid qrupu olan monosaxaridlər bunlara deyirlər aldozalar. Aldozalar və tərkibində keton qrupu olan monosaxaridlər ketoza. Bir dənə ketozanı şagird bildirsə, digər monosaxaridlər aldoza. Ketozalar hansılar idi uşaqlar? Ketozalara aid idi. Bir dənə fruktoza. Fruktoza ketozaya aid. Fruktoza ketozadır. Yerdə qalan digərləri dezoksiriboza, riboza, glukoza, galaktoza, onlar hamısı deməli aldehid qrupu olanlar. Bircə fruktoza da keton qrupu. Aldehid qrupuna malik olan monosaxaridlər, deməli bunlarda aldehid qrupu varsa, bunlar hansı reaksiyalara daxil olar? Aldehidlərə xas reaksiyalar var idi. Hansı reaksiyalarda var? Gümüş güzgü, bir də kupru mühaşişi ilə gedən reaksiya. Kupru mühaşişi ilə gedən reaksiya bir svetofor reaksiyası demiş. Burada hansı rəng dəyişilmələri baş verirdi? Kimya. Əvvəl göy, sonra sarı, sonra da qırmızı. Bax, rəng dəyişmələridir. Əvvəl göy, sarı, sonra qırmızı. Göy rəng kupru mühaşişiyə görə idi. Sarı rəng kupru mühaşişə görə idi. Qırmızı rəng də kupru 2O'ya görə idi. Kupru 2O'ya görə idi. Bunları bilməlidir. Fruktoza isə bu reaksiyalara daxil olmur. Testdə sual gələ bilər ki, glukozanı fruktozadan hansı maddənin köməyinə fərqləndirərik? Bu maddələrin adını seçəcəksiniz. Uşaqlar, bunların açıq quruluş daha doğrusu, bunlarda OH-ların sayın bildiniz necə olur. Monosaxaridlər açıq şəkildə və qapalı şəkildə ola bilir. İndi bir-bir onları yazmıram, onları dərsdə keçmişik əslində. Sadəcə təkrarlı yadımda salıram. Açıq və qapalı quruluşları var idi. Biz bilirdik ki, açıq formadan qapalı formaya keçəndə OH-ın sayı dəyişir uşaqlar, yoxsa dəyişmir.